Xəzər dənizində növbəti faciə baş verib. Hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən nəzarətsiz çimərlik ərazisində qeydə alınıb. Belə ki, Salyan rayonunun Həsənli kənd sakinləri 36 yaşlı Aris Ələsənov və onun qardaşı oğlu 15 yaşlı Həsən Asifoğlu Əli Həsənov dənizdə boğularaq həyatlarını itiriblər. Məlumata görə hadisədən dərhal sonra axtarış xilasetmə tədbirlərinə başlanılıb. Aparılan axtarışlar nəticəsində Aris Ələsənovun meyidi ötən gün axşam saatlarında, Həsən Ələsənovun meyidi isə səhər saat 5 radələrində sudan çıxarılıb. Hər iki meyit səhər saatlarında doğulduqları Salyan rayonunun Həsənli kəndinə gətirilərək ailəsi üzrə ailələrinə təhvil verilib. Belə telefonla əlaqə saxlayırdıq tez-tez. Uşaqları da aparmışdılar. Elə telefonla uşağı cavab verdi telefona ki, atagil bir nəfər boğulur, onu çıxardır. Sonra məlum oldu ki, elə atasıymış. Biz dünən axşam saat eşitdik ki, bunlar dənizə gedirlər, dənizə boğulublar. Özünü tapıblar. Sonra uşağı axtarıblar. Uşağı da deyəsən, məlumata görə səhər saat 4-də tapıblar. Gedib görür, ləpə vurub çıxıb suyun qırağına. Sonra uşağı götürüb gəlirlər. Hadisəni yaxın dostlarım, qardaşlarım zəng elədilər ki, bəs Aris dənizdə boğulub, qardaş oğlu ilə bir yerdə, yəni Asifin oğlu Həsəndən bir yerdə. Həsən də qızımın sinif yoldaşı olub. Çox sarsıldıq, çox çətin idi. Yəni biz dostlara, biz qardaş, ümumən kənd cəmiyyətinin, yəni bu ailə elə bir ailədir ki, yəni hər kəs bilir ki, necə gözəl ailədir. Bu acı hadisə bir daha göstərir ki, nəzarətsiz və xilasedicilərin xidmət göstərmədiyi ərazilərdə çimmək həyati təhlükə yaradır. Xüsusilə yay mövsümündə vətəndaşlara yalnız çimməyə icazə verilən, təhlükəsizlik qaydalarının təmin olunduğu çimməliklərdən istifadə etmələri tövsiyə olunur. Faktla bağlı araşdırmalar aparılır. Səmil Quliyev, Yusif Əliyev, Bu gün informasiya proqramı üçün.